Şikəst qal desəm, deyəsiniz ki, yox, bu usta yenə başlayıbdır. Heç nə demirəm. Sənin o 10.000 kilometr zamanət verdiyin yerdə nə deyim hə? Yaxşı heç nə demirəm. Deməli Chevrolet yeni model Cruze'dur. Mən alım, baxın sadəcətin vəziyyətinə baxın. Sizin Hyundai'niz, Kia'nız bu vəziyyətdə işləyərmi? Bu ikinci sual. Götür buranı. Baxın. Tamamilə lıqqadır. Səlyan dili ilə desək. Prodüserimiz də Səlyanlıdır. Ümumiyyətlə əziz qardaşlar, heç bir Azərbaycanda mən deyərdim ki, mənim praktikama əsaslanaraq deyirəm, faktla demirəm, mənim praktikamdan əmələ gələn bir sözdür ki, Azərbaycanda heç bir yağ 10.000 kilometr sürülməsin. 4.000, 5.000, 4.000 sürsəz sizin üçün yaxşıdır. 5.000 sürsəz cibiniz üçün yaxşıdır. Bacarın 4.000-5.000 kilometr arası dəyişin. 10.000, 15.000 probek verilən yağların nəticəsi Renat Usta çıxacaq burada sizin üçün belə bir çəkiş nəticəsində deyəcək ki, siz zəlil qalasınız. Vakuumsazda telin vəziyyətinə baxın. Ümumiyyətlə vakuumsazda tel bərbad vəziyyətdədir. Vakuumsazda tel dəyişiləcək bir xərc. Avtomobilin mühərriki söküləcək ikinci xərc. Mühərrik para verilib təzədən yığılacaq üçüncü xərc. Nədir? Hansısa bir şirkət, reklam, nə bilim 10.000 kilometr deyir, 15.000 kilometr deyir. 5.000 kilometrdə dəyişir. Ucuzda al yağ alın tökün. 10.000 sürmüyor. Bahalı yağdansa imkanınız yoxdur. Amma 5.000 kilometrdə dəyişir. Yəni bir yağı 2 dəfə istifadə etməyin ki, bugünkü gün 1000 manat, 1500 manat xərc arasını çəkməyəsiniz. Öpürəm, özünüzdən müğayət olun. Axıra yaxındır deyirəm, heç olmasa dilin lalqalaydı bu söz dediyin yerdə. Bağla.